Salamünaleyküm qardaş. Adınız necədir? Ceyhun. Ceyhun, sizə bir sualım var. Bu siz FBI kepkalarını siz nəyə görə taxırsınız? Müəllim moddadır FBI kepkaları. Ona görə hamı taxır, biz də taxırıq. Yəni ki, ona görə ki, hamı taxır, siz də ona görə taxırsınız, düzdür? Moddadır, ona görə biz də öz stilimizə görə taxırıq. Aydındır, çox sağ olun. Gördüyünüz kimi axır vaxtda, son vaxtlar şəhərdə hamı FBI kepkaları taxır. Bu sizcə nə ilə bağlıdır? Xoşuma gəlir qardaş. Mən özüm xoşuma gəlir, ona görə taxıram. Başqadır. Ləzzət edir. Çox sağ olun. Nes. Sizə bir sualım var. Bu FBI kepkası barəsində bilmək istəyirsiniz. Siz nəyə görə bu kepkaları taxırsınız? Xoşum gəlir, belə də marağım var ona görə. Marağım var. Yəni ki, bəzi insanlar cavab verirlər ki, hamı taxır o kepkalara görə, mən də baxıb taxıram. Sizin düşüncəniz nədir? Düzdür, elədir, amma qızlar çox baxır ona görə. Yəni ki, qızların xoşuna gəlir, siz ona görə deyirsiniz. Belə hə. Aydındır, çox sağ olun. FBI kepkalarını nəyə görə taxırsınız? Belə də xoşuma gəlir, qəşəng görünüşü var. Maraqlı da, interesandır. Onun üçün. Çox sağ olun. Sağ olun. Salamünaleyküm qardaş. Sizə bir sualım var. Bu şəhərimizdə axır vaxtda çoxlu bu FBI kepkalarını taxanlar var. Yəni ki, sizə bir sualım var ki, siz nəyə görə bu kepkaları taxırsınız? Heç nə, belə mırtə. Mırtə deyəndə yəni ki, insanlara baxıb taxırsınız, yoxsa doğrudan özünün də xoşuna gəlir? Yəni ki, moda görə? Hə, belə götürsük hə. Moddadır yəni ki, onu demək istəyirsiniz? Bəli. Oldu, çox sağ olun. Sağ olun. Salam əleykum. Əleyküm salam. Mənim sizə bir sualım olacaq. FBI kepkalarını nəyə görə taxırsınız? Dəbdədir ona görə. Ancaq bu? Bəli. Belə ki, o polis mənasında ona görə. Maraqlıdır. Ha, bu Amerikadakı bir oyun deyirsiniz. Bəli. Çox sağ olun. Sağ olun. Sizə bir sualım var. Bizim axır vaxtı bu şəhərimizdə bu FBI kepkalarını taxanların sayı çoxalıb. Yəni bilmək istəyirəm, siz nəyə görə bu kepkaları taxırsınız? Hələ belə moddur yəni. Yəni ki, fikirləşdik ki, Azərbaycanda bizdə moddur bu kepkalar, amma o taxır, siz də ona görə taxırsınız, bəli? Bəli. Başqa heç bir belə düşüncəniz yoxdur? Yox. Onda sizə bir sualım var. Bu FBI kepkalarını yəni ki, taxanda onun mənasını siz bilirsiniz nədir? FBI Amerikada deyəsən olmalıdır ki, hansısa bizdə MTN necədir, onlarda da elədir də tuturlar. Ha, tuturlar yəni ki. Oldu qardaş, çox sağ ol, sağ ol. Salam əleykum. Əleykum. Mənim sizə bir sualım olacaq. FBI kepkalarını nəyə görə taxırsınız? Satırlar, mən də kepka taxanam alıb taxmışam da. Yaxşı, bəs sizcə FBI sözünün mənasını bilirsiniz? Amerikada FB milli təhlükəsizlik demək deyəsən. Çox sağ olun. Sağ olun. Salamünaleyküm qardaş. Sağ ol. Sizə bir sualım var. Bu axır vaxtı FBI papaqlarının çox taxanlarımız var. Mən bilmək istəyirəm, sizcə necə baxırsınız bu papaqlara? Belə mən özüm istifadə eləmirəm. Onun da çoxlu istifadə olmağın səbəbi onunla görəm ki, bizim millət biraz dəbpərəstdir. Nə dəbdə olursa hamı ondan istifadə eləyir. Yəni belə də normal baxıram. Nə pis, nə də yaxşı. Bəs sizcə? Mən ümumiyyətcə baxmıram. Nə bilim, istifadə eləsinlər də, şəhərdir, problem yoxdur. Yaxşı olacaq axırda amma. Pis deyil. Keyfiyyətli papaqlarsa qoysunlar. Oldu, çox sağ ol. Siz sağ olun. Mənim sizə bir sualım olacaq. FBI papağını nəyə görə taxırsınız? Sadəcə xoşuma gəlir ona görə. Bəs yaxşı, FBI sözünün mənasını bilirsiniz? FTP deməkdir də. FTP nədir? Nə bilim, taxırıq da. Yaxşı, çox sağ olun. Sizə bir sualım var. Siz bu FBI papaqlarını taxanlara necə baxırsınız? Hərənin şəxsi fikridir də. Xoş gələn taxır, xoş gəlməyən mənim valla. Sizin bəs düşüncənizlə sizin xoşunuza gəlir? Belə pis baxmıram, yaxşıdır. Siz taxardınız, sizdə olsaydı? Taxaram. Oldu, sağ ol. FBI papaqlarını nəyə görə taxırsınız? Hərənin öz мнениясы var da, qardaş. Razıyam. Bəs FBI sözünün mənasını bilirsiniz? Federal büro. Düzdür. Çox sağ olun. Xanım, sizə bir sualım var. Bu FBI kepkalarını taxanlara siz necə baxırsınız? Çox normal baxıram əslində. Əgər yaraşdırıbsa, geyiminə, özünə, tərzinə uyğunlaşdıra bilibsə, bu olduqca normaldır. Yox, əgər aidiyyatı yoxdursa... Aidiyyatı olmayan nə məndə demək istəyirsiniz ki, aidiyyatı yoxdur? Bəzən elə geyim tərzini elə gülməli şəkildə həmin kepka ilə tamamlayırlar ki, ümumiyyətlə heç zövq uyğun görünmür. Aydındır, çox sağ olun. Salam. Salam. Mənim sizə bir sualım olacaq. FBI kepkalarına necə baxırsınız? Normal. Sizcə şəhərdə indi hamı taxır bu kepkaları. Sizcə bu nədəndir? Kimin ürəyi nə istəyir onu da eləyir də. Yəni onun zövqü ona çatır, onu eləyir. Yəni mən taxmıram. Bu mənim öz zövqümdür. O taxırsa onun zövqüdür. Yəni ürəyi istəyirsə eləyir, əcəb eləyir. Kimə nə? Çox sağ ol. Salamünaleyküm qardaş.
Sizə bir sualım var. Bu FBI kepkalına siz necə baxırsınız? FBI kepka Məncə çox şərəfli bir addır, bəs yetimdir, avaradır. FBI hamısı çox böyük şərəf daşıyırlar yəqin ki. Mənim fikrimcə. Sən nə fikirləşirsən? Bəs sizin fikriniz? Ümumiyyətlə qardaş, uşaq vaxtımdan arzumda FBI kepka taxıb alıb geyinmək ümumiyyətlə tapa bilmirəm. Bilmirəm harda satılır. Yox, qaçıb səhər duran kimi geyib alacağam o. FBI-dir. Yetim hələ bir dənəsi çıxıb ağıllı ol. Dəhşətli bir şeydir. Doğrudan mən uşaq vaxtımdan arzulayırdım. Mən çox yaxşı baxıram. Ümumiyyətlə bizim mentalitetə, milli dəyərlərimizə hər şey yaraşdırıram. FBI-dir, sonra MTN-dir, CRO-da hər cür olub alıb geyinmək olar. Amon da hətta geyinmək olar ha. Razı. Hal oldu sizə. Oldu, sağ olun. Sağ olun. Salam aleyküm uşaqlar. Sizə bir sualım var. Bu FBI kepkalına siz necə baxırsınız? Ümumiyyətlə qaqam, belə pis çıxmasın, Liboy podiumda bir dəqiqə arzulayırlar da o kepkadan da. Yəni, hamı istəyir ki, o kepkanı taxıb çıxsınlar. Yəni, belə də, yəni, mod kimi alın, fashiondur da. Yəni, qara kepka, FBI, yəni, səviyyədir o. Yəni ki, Liboy oğlana, öz adımdan, Liboy oğlana arzulayıram ki, o naləti çatsınlar da, yəni FBI. Sağ ol. Bəs səncə? Məncə, hər kəsdə olmalıdır, FBI papağıdır. Nə bilim, yəni ümid edirəm ki, onlarda eləcək, köynəklərdə, şalvarlarda, corablarda da olacaq FBI, CRO, nə baxırlar da, hər kəsin öz zövqü var. Məncə indi bunun ardı da olar. Hər halda Amerika bizi buna görə tanısın, heç olmasa. Məncə məsləhətlidir. Hər kəs geyinsin. Aydın, çox sağ olun. Bəs siz nə düşünürsünüz? Mənim fikrim elə qardaşlarla razılaşıram. Bu FBI kepkaları çox məşhur. Hələ sizə mod çıxıb, ağıllı ol. Sonra ağaylı. O vəbşə biz necə son brendlərə uyğun olaraq bu Cosmopolitan-da yetim, ay yaşa, yetim, ən vacibi. Bu, necə sizə deyim, bu Cosmopolitan-dır, Baku Best Model of Azerbaijan. Bunların hamısında bu podiumlarda, bunların hamısı çıxış edəcək. İnşallah bu yaxınlarda Azərbaycan təmsil edəcək. İnşallah, nə deyim valla. Eurovision'da Samiri tanıyırsınızsa, o da FBI kepkası ilə hamısı çıxmışdı. İnşallah görək, axırı yaxşı olar. Çox gözəl baxırıq, çox biz də alarıq, geyinərik. Duyğu şərəf verici. Modumuza yəni ki, yüksək səviyyəyə baxırsınız da belə? Hər şeylə. Kostyumla geyinmək olar, nə bilim, sportivlə geyinmək olar, hər şeylə, lütlə geyinmək olar. Məsələn ki, tufli ilə geyinsinlər. Yəni sportivka, tufli, FBI kepka. Yəni ki, ondan o tərə yoxdur da qardaşlar. Oldu sizə, çox sağ olun. Sağ olun, Taş Omarşad deyin. Çox sağ olun, sağ olun.